Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferəcəhum. Məbəs bayramı münasibəti ilə bütün əziz və möhtərəm müsəlmanları səmimi qəlbdən təbrik edirik. Məbəs gününün böyük ilahi bayram olmasının əsli fəlsəfəsi nədən ibarətdir? Beysədə qədər yer kürəsində cahilliyyət üzündən fitrət dininin tam unudulub aradan getdiyi bir zamanda bəşəriyyətin Allah tərəfindən göndərilmiş sonuncu peyğəmbərin sallallahu aleyhi və aleyhi və səlləmin vasitəsilə öz fitrət dininə qayıdışı, cəhalətin zülmətlərindən qurtulub yeni səadətli həyatın ehya olunması, canlanmanın başlanğıcı olduğu bir gündür. Allahın Rəsulü, aləmlərin Rəbbi olan Allah tərəfindən belə bir gündə ən kamil din, İslam dini üçün risalət və peyğəmbərlik missiyasına ucaldığı bir gündür. Və Həzrəti Peyğəmbərimizin sallallahu aleyhi və aleyhi və səlləmin dəvətinin başlanğıcı bu təyyibə kəlmədən ibarət idi. Qulu la ilahe illallah tuflihu. Deyin Allah'tan başqa heç bir ilah yoxdur ki, xoşbəxt olasınız. Və bu xoşbəxtliyə dəvətin başlanğıcı Məbəs günündən öz ibtidasını qoymuşdu. Beysətdən əvvəl cahilliyyət dövründə Həzrəti Peyğəmbərimizin sallallahu aleyhi və aleyhi və səlləmin mövcudluğunun o cəmiyyətdə, o dövrün o cəmiyyətdə mövcudluğunun fəlsəfəsi nədir? 1. İnsanlar üzərində ilahi hüccət. 2. Fitri əxlaqın əməli nümunəsi. 3. Vəhyin qəbulu üçün ictimai hazırlıq. 4. İnkişafdan sapma, azğınlıq dövründə tövhid xəttinin qorunması. 5. İlahi tərbiyənin bir nemət olaraq tamamlanmasıdır. Beysətdən əvvəl Peyğəmbərin varlığı göstərdi ki, cəmiyyət ən yüksək fəsad içində olsa belə, insan pak və tövhid dininə bağlı qala bilər. Nəticə etibarı ilə cəhalət bəhanəsi aradan qalxır. Cəhaləti heç bir surətdə bəhanə gətirmək olmaz. Fitri əxlaqın əməli nümunəsi dedikdə nə nəzərdə tutulur? Həzrət Peyğəmbərimizin doğruluğu, əmanətdarlığı, ədaləti, cahilliyyət toplumunda əmin ləqəbi ilə şöhrət tapması sübut etdi ki, ilahi əxlaq yalnız açıq vəhyə bağlı deyil, fitrətdən qaynaqlanır. Cəmiyyətin Peyğəmbərin şəxsiyyətinə olan ümumi etimadı Beysətdən sonra risalətin qəbul olunması üçün bir zəminə yaratdı. Peyğəmbər heç bir zaman bütpərəst olmadı. Cəddi İbrahim əleyhisselamın tövhid dininin davamını fitrət üzrə və şəxsi əməl səviyyəsində qoruyub saxladı. Cahil bir mühitdə Peyğəmbərin, cahil bir toplumda, cahilliyyət dönəmində Peyğəmbərin inkişaf mərhələləri göstərdi ki, risalət ictimai şəraitin deyil, ilahi seçim və tərbiyənin nəticəsidir. Bəs nəticə etibarı ilə Beysətdən əvvəl Peyğəmbərin varlığı, Peyğəmbərin mövcudluğu insanlar üçün Allahın tərəfindən olan bir əxlaqi, fitri, ictimai hüccəti, həmçinin İslamın qlobal risaləti üçün hikmətli bir müqəddimə idi. Bir daha bayramınız mübarək olsun.